Bugün çevre üzeri hərəkətdə sonuncu çevre üzeri hərəkət hissə 2 və hissə 3-ə aid nümunə testlərin izahına baxacağıq. Çevrə boyunca bərabər sürətlə hərəkət edən cismin periodu T-dir. Hansı zaman ərzində yer dəyişmənin modulu ən böyükdür? Biz bilirik ki, yalnız periodun yarısına bərabər olan müddətdə cismin yer dəyişməsi 2R-ə bərabərdir. Digər hallarda isə yer dəyişməmiz 2R-dən kiçikdir. Səbəb nədir şagirdlər burada? Deməli, belə bir çevrə götürəsi olsaq, tutaq ki, cisim A nöqtəsinə hərəkətə başlayır. Bütün hallarda bizim yer dəyişməmiz vətərə bərabərdir. Yəni, bütün hallarda yer dəyişməmiz vətərə bərabərdir. Çevrənin də içərisində ən böyük vətər diametrdir. Yəni, bizim yer dəyişməmiz ən böyük vətərə bərabər olar, ən böyük qiymət almaq üçün o da 2R-dir. Və cisim yer dəyişməsi 2R nə zaman olur? Periodun yarısına bərabər olan müddətdə. Ona görə də doğru cavabımız T bölünsün 2-dir. Növbəti sualımız. Maddi nöqtə R radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edir. T bərabər 4-dədir T müddətinə nöqtənin yer dəyişməsi modulunu hesablayın. Zamanımız periodun 4-dən 3-ünə bərabər olanda bizim yer dəyişməmiz R kök altında 2 olurdu. İndi radiusumuz R olduğuna görə elə cavabımız da R kök altında 2 olacaq. Doğru cavab Y variantı. Növbəti sual. Maddi nöqtənin radiusu 50 cm olan çevrə üzrə bərabər sürətlə hərəkətində döyüşmə periyodu 6 saniyədir. 4 saniyə ərzində gedilən yolu hesablayın. Deməli, bizim radiusumuz 50 cm-dir. Onu yazıram mən 0,5 metr. Zamanımız periodun hansı hissəsidir? Yəni, zaman periodun hansı hissəsi olmaqdadır? 6-nı 4-ə böləcəyik. Bu da eləcək bizdən ötürü 3-dən 2. Demək ki, bizim zamanımız periodun 3-dən 2 hissəsidir. Ona görə də gedilən yolumuz 2 pi-rin 3-dən 2 hissəsi olacaq. Yəni, olacaq 3-dən 4 pi-r. Bərabərdir. 3-də 4, pi-miz 3-dür, r-miz 0,5-dir. Bu da eləyəcək bizdən ötürü 2 metr. Doğru cavabımız A variantıdır. Növbəti sual. Saatın 40 mm uzunluqlu, yəni santimetrlə yazacağıq. Radiusumuz 40 mm-dir, yəni 4 cm-dir. Saniyə əqrəbinin uc nöqtəsinin 45 saniyə ərzində getdiyi yolu hesablayın. Saniyə əqrəbindən danışırsa, saniyə əqrəbinin periodu 60 saniyədir və bizə zamanı verib 45. Mən bilirəm ki, 45 60-ın hansı hissəsidir? 4-dən 3 hissəsidir. Demək ki, zamanımız periodun 4-dən 3 hissəsidir. Bizdən gedilən yolu istəyir. Gedilən yol 2 pi-rin 4-dən 3 hissəsi idi, yəni 3 pi-r bölünsün 2-yə bərabər idi. 3 vur, r-imiz 4 cm-dir, bölünsün 2. Bu da eləyəcək 18 cm. Doğru cavabımız E variantı. Növbəti sualımız deyir ki, radiusu 50 cm olan çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin döyüşmə periodu 10 saniyədir. Periodumuz T bərabərdə 10 saniyədir. Deyir ki, M nöqtəsindən K nöqtəsinə, yəni çevrənin yarısını gedib bu cisim. M nöqtəsindən K nöqtəsinə gələn bu cisimin yer dəyişməyə görə orta sürətini hesablayın. Yəni, bizim zamanımız periodun yarısı olduğunu bildik. Çünki cisim çevrənin yarısını getdi. O zaman ümumi yer dəyişməmiz nəyə bərabər idi? 2R-ə bərabər idi. Radiusumuz da 50 cm-dir. Metrinə çevirəcəyik. Radiusumuz 50 cm-dir. Bu da 0,5 metr eləyir. Onda bizim yer dəyişməmiz, ümumi yer dəyişməmiz olur. 2 vurulsa 0,5 eləyir 1 metr. Orta sürətimiz isə ümumi yer dəyişmənin ümumi zamana nisbətidir. Ümumi yer dəyişmənin 1 metr tapdıq. Ümumi zamanımız isə periodun yarısıdır. Periodumuz 10-dursa, yarısı 5-dir. Bu da eləyəcək 0,2 metr bölünsün saniyə. Doğru cavabımız B variantı. Növbəti sualımız. Cisim 0,2 saniyə üstü mənfi 1, yəni tezliyimiz 0,2 saniyə üstü mənfi 1-dir. Radiusu isə R bərabərdir 2 metrdir. Deyir, bərabər sürətlə hərəkət edir. Müşahidəyə başlayan 2,5 saniyə sonra onun yer dəyişməsini hesablayın. Yəni, zamanı bizə verib 2,5 saniyə. Mən periodu tapmalıyam. Bizim periodumuz tezliyin tərsi idi. Bu da 1 bölünsün 0,2 eləyəcək 5 saniyə. Artıq mən baxıram ki, bizim zamanımız periodun yarısıdır. Çünki 2,5 5-in yarısı olur. Onda bizdən yer dəyişmə soruşur. Yer dəyişməmiz 2R-ə bərabərdir. O da bərabərdir. 2 vurulsun, radiusumuz 2 metr idi. Olacaq cavabımız 4 metr. B variantı. Növbəti sualımız.
Radiusu R 50 cm çevirən K nöqtəsindən iki cisim eyni zaman, eyni anda və əks istiqamətlərdə 2 metr, 1 metr bölü saniyə sürətlə keçirlər. Cisimlər ilk dəfə neçə saniyədən sonra görüşər. Tutaq ki, şagirdlər, bax bu cisim müəyyən bir L1 yolunu gəldi. Bu birisi cisimdə hər hansısa bir L2 yolunu gəldi, burada görüşdülər. Onda bunların getdikləri yolların cəmi bizdən ötürü nəyə bərabər olacaq? Çevrənin uzunluğuna. Ona görə də bizim birinci cisimimizin getdiyi yolu təyin edirəm. L1 bərabərdir V1 vurulsun T, bərabər sürətlə hərəkət edir. İkinci cisimin getdiyi yolda L2 bərabərdir V2 vurulsun T'dir. Artıq V1T üstə gəlinsin V2T bizdən ötürü bərabərdir 2π-yə. Çünki onların getdikləri yolların cəmi çevrənin uzunluğu olmalıdır. Və salam. Birinci cisimin sürəti 2 idi. 2T üstə gəlinsin 1T bərabərdir 2 vur, 3 vur, radiusumuz 50 cm-dir, 0,5 yazacaq. 3T bərabərdir 3-ə, T də bərabərdir 1 saniyə. Demək ki, bu cisimlər 1 saniyə sonra nə etmişdir? Görüşmüşdür. Sual səhv sual sayılır, çünki 2 dənə doğru cavabımız var. Yəni ki, o texniki səhvdir. Sonra keçdik növbəti suala. Çevrə üzrə saat əqrəb istiqamətində bərabər sürətlə hərəkət edən cisim 10 saniyə müddətində 45 metr yol gedir. A nöqtəsindən B nöqtəsinə gələn cismin yeri dəyişməyə görə orta sürətini hesablayın. Deməli, mən A nöqtəsindən B nöqtəsinə gələn cismin çevrənin 4-dən 3-ün gəldiyi, yəni zamanımız periodun 4-dən 3 olduğunu bilirəm. Onda bizim yer dəyişməmiz R kök altında 2 olur. Yer dəyişməyə görə orta sürətimiz isə olacaq R kök altında 2 bölünsün 4-dən 3T. Yəni, bu olacaq 4R kök altında 2 bölünsün 3T. Mənə sadəcə burada periodu tapmaq lazımdır. Radiusumuzu da, daha doğrusu R bölü T'ni tapmaq lazımdır. Mən buradan sürətin düsturundan V bərabərdir L bölü T'dən, yəni 45 bölünsün 10 eləyəcək 4,5. Sürətimiz eyni zamanda şagirdlər 2πr bölünsün T idi. Düzdürmü? Və salam. Buradan R bölü T'ni tapıram. R bölü T məndən ötürü bərabər olur 4,5 bölünsün 2π'yə. Yəni 4,5 bölünsün 2 vurulsun 3. Bu da eləyəcək. 3'ə ixtisar eləsək 0,9 bölünsün 2. Daha doğrusu 1,5 bölünsün 2. Üzr istəyirəm. 1,5 bölünsün 2. Sonra gətirib burada yerinə yazacağım. Bərabərdir, bərabərdir. 3'dən 4 kök altında 2'ni vuracağım. R bölü T'ni yerinə tapmışdıq. 2'də 1,5. 2'lər ixtisar olunar, bunlar ixtisar olunar. Qalar 0,5. Daha doğrusu 2 vurulsun 1,5. Evet şagirdlər. 2'lər ixtisar olundu. Burada 2 qaldı. 3 ixtisar olundu. 0,5 qaldı. 0,5'də vursaq olacaq kök altında 2 metr bölünsün saniyə. Doğru cavabımız C variantıdır. Növbəti sual. Maddi nöqtənin verilmiş radiusu çevrə üzrə hərəkəti zamanı mərkəzə qaçma təcilinin bucaq sürətindən asıllıq qrafiki hansıdır? Verilmiş radiuslu deyirsə, radiusumuz sabitdir. O zaman mən mərkəzə qaçma təcilinin omega kvadratı vurulsun R düsturundan istifadə edərəm və bizim A'mızın omegadan asıllıq qrafiki olar parabola. Doğru cavabımız D variantıdır. Növbəti sualımız. Dövrətmə periodunun sabit qiymətində çevrə üzrə hərəkəti zamanı mərkəzə qaçma təcilinin çevrənin radiusundan asılıdır. Dövrətmə periyodu sabitdirsə, T konstantdırsa, onda mən mərkəzə qaçma təcilinin bu düsturundan istifadə edərəm 4pi kvadratı R bölü D kvadratı. Yəni A'mız R-lə xətti düz asılı olur. A'nın R-dən asıllıq qrafiki olur xətti düz. Doğru cavabımız C variantıdır. Növbəti sualımız. Cismin radiusu 50 cm olan çevrə üzrə bərabər sürətli hərəkətində dövrətmə tezliyi 2 saniyə üstü mənfi 1-dir. Cismin mərkəzə qaçma təcilini hesablayın. Deməli, radiusu verib bizə 50 cm, yəni 0,5 metr. Tezliyimizi verib 2 saniyə üstü mənfi 1 və pi kvadratı bizdən ötürü 10'dur. Onda mən mərkəzə qaçma təcilinin hansı düsturundan istifadə edərəm? 4pi kvadratı n kvadratı R-dən istifadə edərəm. Bərabər 4 vur, 10 vur, 4, 2'nin kvadratı 4 edir, vurulsun 0,5.
Bu eləyir 2, 42, 40'ı da 2'ye vursak eləyəcək 80 metr bölü saniyə kvadrat. Doğru cavabımız D variantıdır. Növbəti sual. Çevrə üzrə bərabər şərtlə hərəkət edən cismin xətti sürəti 72 km bölünmüş saat. V-miz 72 km bölünmüş saatdır. Deməli, şagirdlər, baxıram ki, cavablar metr bölü saniyə kvadrat. Deməli, mən bunu çevirməliyim. 3,6'ya bölsək, 20 metr bölünsün saniyələr. Və bucaq sürətimiz omega bərabərdir 5 radian bölünsün saniyədir. Məndən mərkəz qaçma təcilini istəyir. A bərabərdir sual. Onda A-nı mən hansı düzdən istifadə edərəm? Omega V. O da bərabərdir 20 vurulsun 5 eləyər 100 metr bölünsün saniyə kvadrat. Doğru cavabımız B variantıdır. Növbəti sualımız. Deməli, çevrə üzrə bərabər sürətlə hərəkət zamanı bucaq sürəti hansı ifadəyə təyin olunur? Deməli, bucaq sürəti istəyir məndən A-nı nereden? Demək ki, mən təcilin elə bir düsturunu yazmalıyam ki, orada bucaq sürəti və R iştirak edəsin. Omega kvadratı R. Buradan omeganı tapsaq, kök altında A böl R alarıq. İndi gəlirəm düstura, qrafikə. Qrafikdə A qarşıdakı katetdir, R bitişik katetdir. Qarşıdakı katetin bitişik katetin nisbəti tangens alfanı verir. Olur kök altında tangens alfa. Doğru cavabımız A variantıdır. Burada da qeyd edirəm. Omega bərabərdir. Daha doğrusu omega yazmayayım. Elə A bölü R'in tangens alfa olduğunu yazım. Tangens alfa bərabərdir A bölü R. Sonra saat əqrəbi dəqiqə əqrəbindən 2 dəfə qısadır. O demək ki, dəqiqə əqrəbinin radiusu saat əqrəbinin radiusundan 2 dəfə çoxdur. Və dəqiqə əqrəbinin periodu 1 saatdır. Saat əqrəbinin periodu isə 12 saatdır. Görürsünüz, əqrəbdən danışan kimi mənə verilən kəmiyyətlər. Bax, period verilməyib. Amma mən bilirəm ki, əqrəblərin periodu bəllidir. Ona görə o dəqiqə onu yazdım. İndi təcilin düsturunu yazır. Təcilin düsturu radius və periodla əlaqəli düsturu 4pi kvadratı R bölünsün T kvadratıdır. Yəni T ilə tərs, R ilə düz asılıdır. Yəni A dəqiqə bölünsün A saat bərabərdir. R dəqiqə bölünsün R saat vurulsun T saatın kvadratı bölünsün T dəqiqənin kvadratı. O da bərabərdir. R dəqiqə R saatdan 2 dəfə çox idi. 2, 12'nin kvadratı 144 bölünsün 1. Bu da eləyəcək 288. Doğru cavabımız D variantıdır. Növbəti sual. O mərkəzdən keçən ox ətrafına fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin dövretmə periodları arasındakı hansı münasibət doğrudur? Eyni disk, eyni kürə üzərində periodlar, tezliklər və bucaq sürətləri bərabərdir. T1 bərabərdir T2, o da bərabərdir T3. Çünki eyni cisim üzərindəki nöqtələr fərqli periodlarla hərəkət edə bilməz. Doğru cavabımız D variantıdır. Gəldik. Yenə də eyni diskdir, təcilləri istəyir. 1 ilə 2'nin radiusu eynidir, amma 3'ün radiusu onlardan böyükdür. Eyni disk üzərində bucaq sürəti sabit olduğuna görə təcil omega kvadratı R yazıram. A'mız R ilə düz asılıdır, çünki omegamız sabitdir. R'i böyük olanın təcili böyükdür. 1 ilə 2'nin radiusu bərabər olduğuna görə A1 A2'yə bərabərdir. 3 isə onlardan böyükdür, çünki radiusları böyükdür. Doğru cavabımız B variantıdır. Növbəti sualımız qayışlı ötürmədir. B nöqtəsinin fırlanma tezliyi A nöqtəsinin fırlanma tezliyini hesablayın. Birini 4 verib, digərini hesablayın. Mən qarşılı ötürmədə sürət sabit idi. Mən sürətin bu düsturunu yazıram 2 pi-rin və qeyd eləmişəm ki, tezliklə radius tərs asılıdır. Bir dənə qarşılı ötürmədə periodla radius düz asılıdır. Qalan hamısı tərs asılıdır. Ona görə də NA bölünsün NB bərabərdir. RB bölünsün RA. İndi NA-nı bizə, NB-ni daha doğrusu 4 verib. NA-nı bilmirik. NB-ni 4 verib, bərabərdir. RB-miz 2-dir, RA-mız R-dir. Onda NA bərabər olacaq 8 saniyə üstü mənfi 1-ə. Doğru cavabımız B variantıdır. Bu məsələlərdə bəzən diqqətli olun. A nöqtəsinin məsələn tezliyin, B nöqtəsinin tezliyin verib A nöqtəsinin periodunu istəyir. Mən periodu istəsəydi 8'in tərsini götürəcəkdim, 8'də bir yazacaqdım. 16-cı sualımız. Disklər mərkəzlərindən keçən ox ətrafında fırlanır. 1, 2 və 3 nöqtələrinin xətti sürətləri arasında hansı münasibət doğrudur? 1 ilə 2 eyni diskin üstündədir. Eyni diskin üstündə period sabit,
Bucaq sürəti sabit. Ona görə də eyni diskin üzərində, yəni birinci diskin var, buna birinci disk yazıram. Birinci diskin üzərində xətti sürətimizi omega r yazırıq. 2-nin radiusu böyük olduğuna görə avtomatik 1-2-dən kiçikdir. 2 ilə 3 isə eyni kəmərlə bir-birinə bağlandığına görə qarşılı ötürmə olur və qarşılı ötürmədə də sürətlərimiz 1-2-dən kiçikdir. 2 ilə 3 isə bir-birinə bərabərdir. Doğru cavabımız 1 kiçikdir, 2 bərabərdir 3. Doğru cavabımız C variantıdır. Növbəti sualımız 26-cı sual. Tərpənməz O1, O2 oxu ətrafında fırlanan kürə üzərindəki nöqtələrdən hansının xətti sürəti ən böyükdür? Bax, kürə üzərində hərəkətdə radiusu fırlanma oxundan götürürük. Radiusu fırlanma oxundan götürürük. 1 ilə 2-nin radiusu eynidir. Demək ki, bunların xətti sürətləri bərabərdir. İndi xətti sürət ən böyükdür deyir. Eyni kürə üzərində mən sürəti omega r yazaram. Omegamız sabit olduğuna görə sürətimiz radiusdan düz asılıdır. İndi baxırıq. 3 nöqtəsinin radiusu budur. 4 ilə 5-in radiusu isə budur. Məsələn, 5-in də radiusu budur, balaca. Belə. İndi bizə radiusu ən böyük olan ən böyük xətti sürətə malikdir. Ona görə də 3 olacaq. Doğru cavabımız A variantı. Növbəti sualımız deyir ki, O nöqtəsindən keçən ox ətrafına fırlanan diskin A nöqtəsinin bucaq sürəti, xətti sürəti və mərkəzə qaçma təcili cədvəldə verilmişdir. B nöqtəsi üçün kəmiyyətlərin ifadələrini müəyyən edin. Deməli, eyni disk olduğuna görə bucaq sürəti sabitdir. Bucaq sürətimiz sabit olduğuna görə elə B nöqtəsində bucaq sürəti omegaya bərabər olacaq. İndi gəlirəm A nöqtəsinə. A nöqtəsinin radiusu 6 metrdir. B nöqtəsinin radiusu isə 2 metrdir. İndi mən xətti sürəti müqayisə etmək istəyirəm. Xətti sürətimiz omega r-dir. Yəni r ilə necə asılıdır? Düz asılıdır. A nöqtəsinin xətti sürəti v-dirsə, B nöqtəsinin xətti sürəti v/2 olacaq. Niyə? Çünki radiusu 2 dəfə azdır. Buraya yazacağıq v/2. Təcili gəlincə, təcili də omega kvadratı r yazacağıq. O da radiusdan düz asılıdır. Demək ki, təcilimiz də 2 dəfə azalmış olacaq A/2. Doğru cavabımız omega v/2 A/2. 10-cu sual. A nöqtəsindən keçən ox ətrafında bərabər sürətlə fırlanan diskin üzərindəki A və B nöqtələri arasındakı məsafə 20 cm-dir. Bax, bizim B nöqtəsinin çevrəsi budur. Ona görə də bu radius məndən ötürü B-nin radiusudur. Bu birisi isə, bax, bu isə A nöqtəsinin radiusudur. Demək ki, məndən ötürü məsələdə verib ki, A və B nöqtələri arasındakı məsafə, yəni bu məsafəni istəyir. Bu o deməkdir ki, RA radiusundan RB radiusunu çıxanda 20 cm məsafə qalacaq. Onda 0,2 metr yazacaq. Və bizə deyir ki, onların xətti sürətləri, yəni VA çıxılsın VB də 0,8 metr bölünsün saniyədir. Bizdən omeganı istəyir, bucaq sürətini. Mən bilirəm ki, eyni disk olduğuna görə bucaq sürəti sabitdir. Yəni mən VA-nın yerinə omega vurulsun RA yaza bilərəm. VB-nin də yerinə omega vurulsun RB yaza bilərəm. Onda bu fərqə gəlsək, VA çıxılsın VB olar belə. Omega RA çıxılsın omega RB. Bərabərdir 0,8. Omega mötərizə xaricə çıxarsaq, RA çıxılsın RB qalar. Bərabərdir 0,8. Onda omegamız bərabər olar 0,8. RA çıx RB də 0,2. Doğru cavabımız olacaq 4 radian bölünsün saniyə. 7-ci sualımız. Fırlanan disk üzərində götürülmüş A nöqtəsinin sürəti V-dir. Məsələn, tutaq ki, bunu sadə əqrəb istiqaməti götürəsi olsaq, A nöqtəsinin istiqaməti aşağı doğrudur və sürəti V-dir. B nöqtəsinin A nöqtəsinə nəzərən nisbi sürətini tapın. İndi bu eyni disk üzərində olduğuna görə bucaq sürətimiz sabitdir. Onda V bərabərdir omega R düsturuna əsasən V R-dən düz asılıdır. Baxın, A nöqtəsinin radiusu R/2-dir, B nöqtəsinin radiusu R-dir. Demək ki, B nöqtəsinin sürəti 2 dəfə çoxdur. Yəni VB 2 dənə VA-dır. Yəni VA-nı da V verdiyimizə görə olacaq 2V. İndi cisim sadə əqrəb istiqamətində hərəkət edirsə, B nöqtəsi yönəlir bu istiqamətdə. İndi A-nın B-yə nəzərən, bunlar əks istiqamətdə yönəldiyinə görə B nöqtəsinin A nöqtəsinə nəzərən sürəti VB ilə VA-nın cəmidir. O da 2V üstə gəlinsin V eləyər 3V. Doğru cavabımız 3V'dir.
əks istiqamətdə yönəldiyi üçün. 11-ci sual. İki disk bir-biri ilə qarşıla əlaqələndirilib. Disklər üzərindəki K nöqtəsinin mərkəzə qaçma təcili 2 metr bölü saniyə kvadratıdır. Yəni buranın təcili 2 metr bölünsün saniyə kvadratıdır. Deməli, baxın, balaca disklə böyük disk bir-birinə qarşıdan ötürülüb, qarşıdan bağlanıb. Bizdən deyik M nöqtəsi L və M nöqtələrinin mərkəzə qaçma təcillərini hesablayın. İndi biz K nöqtəsi ilə L nöqtəsi qarşılı ötürmədir. Qarşılı ötürmədə xətti sürətimiz sabit olduğuna görə VK ilə VL bir-birinə bərabərdir. Ondan mən A-nın düsturun V kvadratı bölünsün R yazarım. Yəni AK bölünsün AL bərabər olar RL bölünsün RK. Bu K'dır. İndi bərabərdir. AK-nı bizə verib 2, AL-i bilmirəm. O da bərabərdir. RL-imiz R'dir. RK-mız 2R'dir. Demək ki, AL-imiz oldu 4 metr bölünsün saniyə kvadratı. İndi L ilə M-də isə bucaq sürəti sabitdir. L və M üçün. Çünki eyni disklər. Onda A-mız omega kvadratı R-dir. Yəni A-mız R-lə düz asılıdır. Yəni AL bölünsün AM bərabərdir. RL bölünsün RM. İndi mən AL-i tapmışam 4. AM-i bilmirəm. Bərabərdir. RL-imiz R-dir. RM-imiz 3R-dir. Buradan onda AM də bərabər olar 12 metr bölü saniyə kvadrat. Bizdən L istəyirdi. AL bərabər oldu 4 metr bölü saniyə kvadratı. AM isə oldu 12 metr bölü saniyə kvadratı. Salam. Belə. Doğru cavabımız 4 və 12'dir. Bu qədər şagirdlər. Kanalıma abunə olmağı unutmayın. Paylaşın, bəyənin ki, digər şagirdlər də bundan yararlana bilsin. Dəstəyiniz üçün təşəkkür edirəm. Sağ olun.